Yeni anlayış olan ekoloji mən haqqında danışmaq istəyirəm. Elm adamları 2050-ci ildə 75% insanın su qıtlığı ilə üzləşəcəyini proqnozlaşdırırlar. Türk bioloq Əli Dəmirsoy 2035 sonun başlanğıcı kitabında yazır ki, hər il dünya əhalisi 76 milyon nəfər artır. Su isə dünya yarananda nə qədər idisə o qədərdir. Bir göl düşünün ki, hər il suyunu içənlərin sayı 76 milyon artır. O göl qurumayacaq. Sadəcə su hamıya çatmayacaq. Hesablamalara görə dünyanı heç olmasa 250 il öncəki halına qaytarmaq üçün ən azı 143 trilyon dollar pul tələb olunur. Dünyanı bu hala insan salıb. Daha doğrusu onun insan mərkəzçi planet düşüncəsi. İnsan mərkəzçiliyi rədd edən dərin ekologiya nəzəriyyəsinin ən qatı tərəfdarlarından biri Norveç filosofu Arne Næsdir. 1960-cı illərdən yaranmağa başlayan ekoloji sənətin bəşəri narahatlığı ifadə edən mövzusunu fəlsəfəyə daşıyaraq ekoloji mən deyə yeni bir mənlik növü təklif edir. Nədir ekoloji mən? İçində insanın özündən başqa bütün digər canlıların olduğunu əks etdirən daxili bir mənlik. Təbiətin insanın çölündə deyil, içində mövcud olması ideyasıdır ekoloji mənlik. Mistiklərin bir mən vardır, məndən içəri düşüncəsi narsistik düşüncədir. İnsanın özünü öz içinə doğru çoxaldan, böyüdən düşüncədir. İnsanın özünü Allahlaşdırması iddiasıdır. İnsanın məndən içəri var olan bir mən dediyi Tanrıdır. İnsan içindəki Allahın qeydinə qala-qala təbiəti unutdu. Əlbəttə, bu sözlər kimlərinsə qulağına xoş gəlməyə bilər. Amma ağaca tapınan əcdadlarımız bugün Allaha tapınan törəmələrinin meşələrə tutduğu divanı görsəydi, doğub törədiyinə yəqin ki, peşman olardı. Arne Næs bir növ bu mistik düşüncənin əleyhinə çıxır və insanın içindəki cürbəcür mənlərin ərazilərində təbiət məninə, ekoloji mənliyə də yer ayrılmasını tələb edir. İnsanlığın yenidən ağaca, heyvana tapınmasının bəşəri faydasına diqqət çəkir. İnsanın içində təbiət yoxdursa, onun çölündə də təbiət olmayacaq. Qırılan ağacın, öldürülən heyvanın ağrısı insanın içində hiss olunmasa, çölündə də hiss olunmayacaq. Ağrı içdən gələn xəbərdarlıqdır. Təbiət bu vaxta qədər həmişə insanın çölündə, məsələn, ceyrana atdığı güllə məsafəsində ağrıyıb, ağrını hiss edib. Arne Næs'in fikrincə o ağrı insanın içində hiss olunmasa, sivilizasiyamız özü-özünü məhv edəcək.